Var eləsin. Sən qəhrəman atasan, sənin övladın bizlər üçün, analarımız üçün, bacılarımız üçün canından keçdiyi üçün biz də özümüzə borc bilirik, sənin kimi ataların yanında olmaq. Allah səni var eləsin, qarşında bir daha baş əyirəm. Biz yox, hər zaman baş əyməliyik. Bu gün Azərbaycanın 3 rəylə bayrağı dalğalanırsa, sizin kimi atalara borcluyuq. Valla, sizlərin haqqını itirən burnundan gələr. Bu gün elə bir atasız ki, 30 il işğal altında olan torpağı, bax, o kişilər qoruyub azad etdi. Var olasan, mən sənin alnından öpürəm. Var olasan, gedib anamızı da təbrik edirəm. Rəhmətin adına olan şeyi də çəkdim. Başqa olanlar. Salam aleyküm. Salam, xoş Dəyərli anam, sən qarşında baş əyirəm, sən bizim anamızsan, Allah səni var eləsin. Biz hər zaman, hər an bizim boynumuzun borcu olduğu kimi, sizin kimi qəhrəman anaların yanında olmaqdır. Çünki bugün rahat, sərbəst, azad, ailə uşaqlarımızın yanında otururuqsa, evimizdə rahat nəfəs alırıqsa, 3 rəyli bayrağımız dalğalanırsa, 30 il işğal altında olan torpağı bugün sizin kimi qəhrəman anaların övladları azad etdi. Bugün yenə də deyirəm, mən niyə də bayaq dedim, sizlərin haqqını itirən burnundan gələr. Çünki bu rahatçılıq, bu azadlıq, valla, nəyə desən dəyər. O 92-94-cü ildəki, yəni mən uşaq olsam da belə, yəni yadıma gəlir, o vaxtı bu vaxtdan müqayisə edəndə valla çox biz bugün rahat, sərbəst azadlığımız sizin kimi ata və analara borcluyuq. Sabah bizim 8 Mart Qadınlar Bayramıdır. Bugün bax sənin övladın biri də bizik. Özünü elə hiss eləmə ki, sən təksən. Biz də sizin bir övladınız. Bax bugün gəlmişdik anamızı ziyarət etməyə. Anamız dedi burada bir qəhrəman anası da var. Dedik bu ailəni də gəlib ziyarət edək, yaxından tanış olaq və sənin kimi ananın əlindən öpək. Bir daha Qadınlar Bayramı münasibəti ilə sizi təbrik edirik. Azacıq da olsa, valla. Əsas diqqətdir. Bəli. İnanın, əsas diqqətdir. Borcumuzdur. Çox sağ olun, var olun. Allah razı olsun, Allah köməyiniz olsun. Allah sizi kimi balalar, oğlanlar, qardaşları, Allah ömür versin. Təşəkkür edirəm anam, var olasan. Siz sağ olun. Biz vasitəçiyik, biz təşkilatçılığı, yəni biz yəni Beləsuvar rayonunda bugünkü günə kimi bizim dəyərli qardaşlarımız var, böyük qardaşlarımız var. Bizlərə dəstək olurlar, yanımızda olurlar, etibar edirlər. Həqiqətən o etibarda biz doğrulduruq. Yığılan pullarla, yəni bugün bir araya gəldilər, pul yığdılar, dəstək olduq. Yəni xanımlar da oldu o işin arasında, var olsun. Valla Biləsuvarın zərif cinsli qəhrəman xanımları da var. Biləsuvarın Günəşli kəndindən bir xanım var, valla hər zaman dəstək olan xanımdır. 500 manat xəstəyə bir dəfə pul atıb, bu dəfə 100 manat pul verib, var olsun. Hələ mən o xanımı özü deməkdə məqsədim o bir ciddi idi. Allah qəbul etsin. Var olsunlar, bax bugün bizim Cabir Seyid, Ramin, kimlər var hamısı sağ olsunlar. Bugün bax bu ananın qəlbini sevindirdik. Bu atanın yanında oldu. Valla bu bilirsiniz nə deməkdir? Var, dövlət bax belə kişilərin, belə anaların yanında olmaq deməkdir. Bugün 100 milyonumuz dolar. Evimiz nə bilim 5 mərtəbədə olar. Sürdüyümüz maşın 100 minlidir. Onlar valla boş şeydir, müvəqqəti şeydir. Sən dünyayı dəyişəndə bir şey qalır bu dünyada. Həm yaxşılıq, həm pislik. Çalış, yaxşılığı bu dünyada qazan, səndən sonra qalan dairə bağışlasın, anamız da bağışlasın, övladların kişi kimi yaşasınlar və desinlər sənə kişinin oğlu kişisən. Ona görə də bu dövrdə, bu zamanda, yaşadığın dövrdə qəhrəmanlar ocağını açın, qəhrəman anaların yanında olun. Bax belə anaların, bax gör üzü nurlu, gülər üzlü dayımızın yanında olmaq gör nə qədər insana şərəf hissi verir. Var olasınız hər ikisinin qarşısında baş əyir. Allah sizləri var eləsin. Qəhrəmanlar deyər Biləsuvardan sizləri salamlayırıq. Allah sizləri var eləsin. Allah şəhidlərimizi rəhmət eləsin. Allah qazilərimizə şəfa və etiranlarımıza. Var olun anam. Var olan bu başa olun. Təşəkkür edirəm. Şəhidlərimiz əziz olsun. Borcumuzdur, borcumuzdur Valla canım. doğrudan sevindirdi. Belə də olmalıdır. Valla biz harada şəhid ailəsi gördük, dərhal orada olmalıyıq. Var olun. Canım var olasın. Bura çək, bir dənə bərli çək. Bu dayımız 1-ci Qarabağ müharibəsini görən real bir insanlarından biri də bu kişidir. Adı nədir dayı? Sabir kişi, qəhrəman bir kişidir ki, özü 1-ci Qarabağın silahın olmayan dövrü, sinəsini qarşıya verən kişilərdəndir. Ancaq bugün də özü o azadlığı əldə edə bilməsə də övladı o torpağın azadlığın, canın qurban verərək əldə etdi. Dedi ata, onu mən sənə müjdə eləyirəm. Yəni bugün
Elə ailələrdə olmaq Bir lazımdır. oğlum, o da hərbisidir. Zalim. Bax bu gün də bir oğlan çox sevindirici halda, Təlimdə. sevindirici bir halda bizim olduğumuz bu ailə çox bir qəhrəman ailədir. Bir oğlu da vətən üçün əynində hərbi paltarı, əldə silah, zabit adını daşıyaraq belə deyək, təlimlərdə iştirak edərək şərəfsiz ermənilərin üzrə durur. Deyir, başı vəzərəm bu torpağa gələnməsə. Elə oğulların atası bax bu kişilərdir. Fəxr edirəm. Bir daha sən alnından öpürəm, var olasan deyirəm. Allah sənə var olsun. Bu dayında biz sən içib dərhal yola düşürük. Yaxşı işin varsa. Var olasın. Yaxşı işin varsa.